Hər kəsə salam. Bu gün soba istifadə etmədən uşaqlığımızın ən sevilən şirniyyatlarından birini, kartoşka pirojnasını cəmi bir neçə dəqiqəyə hazırlayırıq. İnanın, dadı damağınızda qalacaq. İlk olaraq 300 qram peçenyeni blenderlə üyüdürük. Mən yubileyная peçenyesindən istifadə etdim. Siz istənilən hər hansısa bir şirin peçenyədən də istifadə edə bilərsiniz. 50 qram qozu da həmçinin blenderlə üyüdürük. İndi isə gəldik əsas hissəyə. 100 qram yumşaq kərə yağını 200 qram qatılaşdırılmış südlə bir qabda yaxşıca qarışdırırıq. Tam krem halına gələnə qədər qarışdırmaq lazımdır. Bu qarışımın üzərinə də 2 xörək qaşığı kakao, 1 paket vanil, hazırladığımız qoz və peçenyeni əlavə edib, yaxşıca bir kütlə halına gələnə qədər qarışdırırıq. Alınan kütlədən kiçik parçalar götürüb forma veririk. Videoda gördüyünüz qaydada daha sonra kakaoya bulayırıq. Sizcə bu pirojnaya daha nə əlavə etmək olar? Şərhlərdə yazın, hamısını bir-bir oxuyuram. Sonda da pirojnalarımızı 2 saat soyuducuda saxlayırıq ki, özünü tutsunlar. Dadlar da bir-birinə qarışsın. Və budur, möhtəşəm desertimiz hazırdır. Dostlar, bu resepti bəyəndinizsə, videomu like etməyi və hələ də kanalıma abunə deyilsinizsə, abunə olmağı da unutmayın. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşənədək inşallah hələlik.